26 May 2026 yıl tarihinde Bulgaristan'ın Samokov şehrinde geçirilen 15 yaşlılar arasında güreş üzere Avrupa Şampiyonası'nda kızıl medal kazanmış Kaçmaz rayon idmançısı Yusuf Abdullayev'in karşılanma merasimi geçirildi. Yeni yetime güreşçimiz ve məşqçisi Kamran Yunusov, yerli ahali, o cümleden galiplerin aile üzvləri, idmançılar ve məşqçilər tərəfindən büyük coşku ve təntənə ile karşılanır. Qeyd edək ki, 38 kilogram çəki dərəcəsində yarışan idmançımız finalda Gürcistan təmsilçisi Rezi Yovidze ile karşılaşıb. O, həlledici görüşlər rəqibinə 10-0 hesabı ilə qalib gələrək Avropa çempionu adını kazanır. Kaçmaz şəhəri Çənlibel Parkında keçirilən qarşılanma mərasimində çıxış edən Kaçmaz rayon üzrə Gənclər və İdman sektorunun müdiri İlman Məmmədov qalibləri təbrik edərək Olimpiya idman növü olan sərbəst güreş üzrə Kaçmaz rayonunda perspektivli idmançıların yetiştiğini qeyd etmiştir. O, Yusuf'la yanaşı digər rayon güreşçilərinin də gələcəkdə beynəlxalq miqyaslı yarışlarda və Olimpiya oyunlarında müvəffəqiyyət qazanacaqlarına ümidvar olduğunu vurgulamıştır. Yusuf'un şəxsi məşqçisi Kamran Yunusov da yarış təəssüratlarını bölüşərək səmimi və coşkulu qarşılanma üçün minnətdarlığını bildirir. Daha sonra ümumi lider Heydər Əliyevin abidəsi ziyarət edilmiştir. Hatırladıq ki, Kaçmaz rayon sərbəst güreşçisi Yusuf Abdullayev finala giden yolda Ukraynalı, Erməni və Belçikalı güreşçilərə böyük üstünlüklə qalib gəlmiştir. Güreşçimizi təbrik edir, ona gələcək yarışlarda yeni nailiyyətlər arzu edirik.